Xəritə sxemə əsasən Hind-Avropa dil ailəsinə mənsub olmayan əhalinin yaşadığı ölkələri müəyyən edin. Gördüyünüz kimi xəritədə bizə Avropa qitəsi və oranın ölkələrini qeyd ediblər. Birinci ölkələri tanıyaq. 1. Rumıniya, 2. Macarıstan, 3. burada demək Çexiya, 4. Polşa, 5. Estoniya və 6. Finlandiya. Ümumiyyətlə Avropada əsas dövlətlərin əksəriyyəti və xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. Amma eyni zamanda burada Hind-Avropa olmayıb, Ural dil ailəsinə mənsub xalqlar da var ki, biz artıq bunları fərqləndirməyə çalışacağıq burada. Demək, bəndləri bir-bir baxaq. 1. Burada Rumıniya. Rumıniya Hind-Avropanın elə roman dil qrupuna aiddir. Yəni Hind-Avropa olsun birləri bəndlərdən silirik. 2 ölkəsi burada, bayaq dediyimiz kimi Macarıstandır. Macarlar Ural dil ailəsidir və Hind-Avropa olmaq üçün doğru bənddir. 3. Çexiya, Çexlər Hind-Avropadır və onun Slavyan dil qrupuna aiddir. 3. Yanlış bəndlərin içindədir demək ki. 4. Polşa, Polşa da Hind-Avropa sayılır. O da yanlışdır. Demək, bizim burada doğru bəndimiz 2, 5, 6. Burada həm Estoniya, həm Finlandiya, həm Macarıstan bunlar Hind-Avropa deyil, Ural dil ailəsinə mənsubdur. Doğru bənd 2, 5, 6.